Xeyir olsun dəyərli qrup üzvləri, Telegram kanalının Siqnal kanalının üzvləri, eləcə də YouTube izləyicilərimiz. Gününüz xeyirli, bərəkətli olsun. Bugün cümə günüdür, cümləniz də mübarək olsun. Dünən bizdə satış əməliyyatları qızılda, demək, ilkin satış əməliyyatları 5175-dən 65-ə qədər və 60-a qədər gəldi. İkinci əməliyyatlarımız 5170-dən 5180-ə qədər, üçüncü əməliyyat 71-dən. Əslində texniki şöbəyə 72 biz vermişdi. Texniki şöbə texniki səhv edərək tək SIP kanalında 72 yazıb. Amma deməli digər kanala isə 71 yazıb. 72 olsaydı sel əməliyyatları açılmazdı. Məndə də açılıb. Demək, məndə deməli 70-dən qalan deyək ki, baylardır. Yəni 10 dollar qalxdı. Mən 10 dollar yox, daha yüksəkliyə qoymuşam. Əslində 10 dollardan sığortalaya bilərdim. Sadəcə olaraq sığortalamamışam. Amma sel əməliyyatlarından gəlirlər olub, eləcə də bay əməliyyatları da olub. Amma bugün biz Qastanperdə bugün də dünənki aşağıda olan 2 əməliyyatımız vardı. Yəni böyük lotda olanlar şəxsiyə yazmışdılar. Biz onlara bay əməliyyatları dedik. Və dünən biz YouTube kanalında da sizə də dedik. Yəni enişlər 5045-ə qədər demişdi. 5050-yə qədər endi. Bugün nələr baş verəcək? Bugün erkən alışlar var və satışlar, təbii ki, bizdə satışlar 5110-dan gələr ikinci təsdiq şam nəzəriyyəsi əsasında. Erkən alışlar 10 dollarlıq qalxış üçün biz nə edirik uşaqlar? Biz buy stopu təyin edirik. Bu erkən riskli alışlardır. Deməli 44-dən 54-ə qədər 10 dollarlıq bir qalxış. 54-ə qədər 10 dollarlı bir qalxış. Və bu 10 dollarlıq qalxış əslində 10 yox, biz onu daha da yuxarı edə bilərik. Hardasa deyək ki, daha yüksəkliyə, deyək ki, 22 dollarlıq bir qalxışla da nəticələnə bilər. Amma gəlir olan kimi sığortalamaq lazımdır. Necə sığortalamaq lazımdır? Yəni əgər qiymət 5144-dən açıldısa, bir çoxları üçün maraqlıdır ki, 44-də açıldı, 45-46 olan kimi 1 dollardan sığortalamaq və ya da açılan yerə stop loss qoymaq. O, yəni heç də məntiqə uyğun deyil, çünki həmən bağlanacaq. Əməliyyat bağlanacaq, yəni kiçik məbləğlə. Yəni gözləmək lazımdır ki, heç olmasa bir 10 dollar qalxsın ki, 2-3 dollarını sığortalayasan. Əsasən, yəni bu açılan əməliyyat, 44-də olan əməliyyat 54-10 dollarlıq bir qalxışla yəni daha məqsədə uyğundur. Yəni yenə seçim sizindir. Biz əməliyyatları paylaşdıq və hal-hazırda qızıl, yəni dönüş nöqtəsi, yəni 5118-lərdəndir. Yəni bundan aşağı formalaşsa ikinci şamdan sonra ola bilsin onlardan yox, daha yuxarıdan, yəni 14-lərdən gəlsin. Biz hələ ki gözləyirik. Yəni qiymət burada oynayır. Saat 9-dur. Hələ ki ikinci şamı gözləməyə dəyər uşaqlar. Bir çoxları gözləyirlər ki, daha yuxarı qalxsın. Yəni biz də ümid edirik ki, əsas baylar gələcək bugün. Əsas baylar yenidən 95-96-lardan gələcək əsas baylar. Keçək digər cütlüklərə. Digər cütlüklərdə evro dollarda nələr baş verəcək və dünən nələr baş verdi. Bugün alış və satış əməliyyatları nəzərə çatdıraq. Deməli, digər kanallarda nəzərə çatdırım ki, biz rəqəmləri yazırıq, amma siz, yəni dəfələrlə deyirəm, hər dəfə deyirəm, yəni evro dollar, funt dollarda gəlirləri, take profitləri 150-250 pips arası, stop losslar da 200 pips təyin etmək lazımdır. Yəni bugün 1.16-250-lərdən yuxarı formalaşsa alışlardır, satışlar isə gələcək 1.16-lardan. Təbii ki, biz Bitcoin-ə baxırıq. Bitcoin bizdə dünən satış əməliyyatlarını demişdik. Satış əməliyyatları təyin olundu və qiymət aşağı doğru istiqamətə davam edir. Yəni bu o demək deyil ki, biz indi sel verək. Seli biz verərik 69.850-lərdən sellərdir. Baylar isə çox rahat bir şəkildə uşaqlar. Bayları verərsiniz 171-600-lərdən bayları verərsiniz.
Belə gümüşə gəldi desə, gümüş dünən satış əməliyyatları biz verdik. Deməli 100 idi neçə satış əməliyyatlarını təyin elədik. Qəşəng gəlir də nəticələndə. Buradan 80 83 400 84 400 idi. 84 100-lərdən qəşəng gəlirlə nəticələndi. Yəni bu verəcək bu gün yəni alış əməliyyatlarımız hardan gələcək? Alış əməliyyatları rahat bir şəkildə siz girə bilərsiniz. Bu gün 84 800-lərdən. Bu alışları, satışlar isə 83 400-lərdən girin satışlara. Belə, biz keçək, yəni səhər saatlarında dərc elədik Telegram siqnal kanalında. Əməliyyatları dərc elədik və biz yeni qaydaq Telegram siqnal kanalına. Digər cütlərə baxaq, maraqlı olan USD Yapon yenində, əgər kimsinizə maraqlıdırsa USD Yapon yeni, o haqda məlumat verə bilərik. Artıq alış əməliyyatları, günün birinci yarısı uşaqlar, gələn alış əməliyyatlar və ya da satış əməliyyatlar yəni az gedir. Məsələn, saat 11-dən 12-dən sonra istiqamət alandan sonra bazara girmək daha məsləhətlidir. Belə, əzizlərim, biz deməli, bu 157-700-dən alış əməliyyatları verə bilərsiniz Yapon yenində. Satış əməliyyatları isə yalnız və yalnız 157-300-dən verə bilərsiniz. Belə, digər cütlüklərə gəldikdə isə görək, uşaqlar, Türk lirəsi 44 oldu. Dəhşət. Belə, biz yenə qaydaq qızıla, qızılda baxa görək nələr baş verir. Qızılda ilkin alışlar bunlardır. Baxa görək bu bizə ilkin alışlar bizə nə verir? Gəlir olanda elə sizlə paylaşıram, görək nələr baş verir. Ümumiyyətlə nələr olacaq bugün. Çalışaram elə sizinlə bir yerdə nə qədər açıq əməliyyatlar varsa paylaşım sizinlə. Belə, yəni dediyimiz kimi dünən deməli 5170-də olan bay sadəcə olaraq gəlirlə mən bağlamadım. Biz 80-ə təyin eləmişdik. 80, yəni sadəcə olaraq mən take profit'u qaldırmışam yuxarı. Deməli 5180.32-lərə qədər qalxıb, deməli take profit %100 hamısına bağlandı. Bütün qrup iştirakçıların take profit'ları bağlandı. Eləcə də hətta bizdə demək 5140-lardan satış əməliyyatları vardı. Az bir gəlirlə qalxdı, sonra isə günün ikinci yarısında xəbərdə sürətlə gəldi aşağı. Xəbərdən qabaq da uşaqlar 3-5 dəqiqə qabaq həmişə təyin edirəm ki, 3-5 dəqiqə qabaq 10 dollar yuxarı, 10 dollar aşağı take profit qoyun. Yəni dünən 60 dollar və take profit qoysaydınız, yəni mükəmməl olardı. Nə üçün? Çünki 78 dollar endi aşağı. Yəni 60-65 dollarlıq bir gəlirlə bazardan çıxa bilərdi. Kimdə bir çoxları sell stopdan istifadə etmişdi, gəlirləri 40 dollar, 45 dollar təyin eləmişdi, 50 dollar, 60 dollara təyin edən vardı. Hamısında gəlirlə bağlanır. İndi buy stop, sell stop təyin etməyənlər isə mümkünsə yəni etməyənlər isə buy stop, sell stopa öyrənsinlər. Eləcə də yəni forex təlimləri götürsünlər. Forex təlimləri götürməyənlər heç bilmirlər buy nədir, sell nədir. Biz təyin eləmişik, take profit onları başa düşmürlər. Yəni bundan sonra uşaqlar YouTube-dan araşdırın, baxın buy nədir, sell nədir, take profit nədir, SL nədir, TP nədir, buy stop nədir, sell stop nədir. Yəni bunlar çox aydın şəkildə biz yazırıq. Aydın şəkildə yazdığımızı belə siz oxuya bilmirsiniz. Belə, yəni valyuta cütlüklərine gəldikdə isə uşaqlar, valyuta cütlüklərində sizin nəzər çatdırım. Yəni valyuta cütlüklərində, yəni burada valyuta cütlüklərində take profitləri siz təyin edin 150-200 pips arası stop lossla 200. Yəni bunu mütləq təyin edin. Yəni biz buna rəqəbləri veririk, vaxtımız yoxdur, take profit stop loss qoyaq. Amma siz bunu qabaqcadan deyirik. Amma çalışaraq bundan sonra məcburuq ki, yazaq take profit stop loss'u. Çünki çox sadə bir şeyi başa düşə bilmirlər. Onun üçün məcburuq bunu mütləq biz yazaq. Belə əzizlərim, biz yenə gözləyirik ki, ilkin riskli alışlar. Riskli nə üçün? Yəni bunu açıb düşə bilər, ona görə riskli deyirik buna. Belə alış əməliyyatlarını biz təyin elədik. Əsas alış əməliyyatları isə Telegram siqnal kanalında yazmışıq hansı əsas alışlar hansılardır. Hələlik görüşmək ümidi ilə, yəni YouTube kanalı izləyiciləri yəni maraqlı olsa
Orada WhatsApp nömrəsi var. Ona yazın, sizi də Telegram kanalına, ödənişli Telegram kanalına abunə edək.